It's a new day and a new year. Shout it out loud, sing with the crowd. Celebrate cause good things are coming. New opportunities. Azərbaycanda yeni il nə vaxt başlayacaq? 31-i 15-dən sonra başlamalıydı. İnşallah yəqin dekabrın 30-dan. Azərbaycanda yeni il indidən başlayıb. 31-dən necə? Necə yeni il nə vaxt başlayacaq? Yanvarın 1-i, 31-i, 1-i. 31 dekabrda hər halda. Azərbaycanda yeni il başlayacaq. Dekabrın 22-si mənim ad günümdə, qışqıran günüdür. 31 dekabr. 31 dekabr. Mənim fikrimcə yeni il başlayıb deyəndə ki, başlamağına başlayıb, amma əsl yeni il 31-i məncə. Allah qoşsun Novruz bayramında. 25 saat 12'den sonra. İnşallah yanvarın 1-də. 2012-ci ildə neçə gün olacaq? Neçə gün olacaq? Onu dəqiq bilmək olmaz hələ neçə gün olacaq. Çünki 2012-ci ildə çox şeylər olacaq. 365. 2365-dir. 2012-ci ildə neçə gün olur? Bir gün. Jingle beyaz ama. Bilən biz dedim günlük 365. Bir saniye. 365'ten hesapla. Bir saniye. 28. Bir dakika. 65. 362. 62. 362. 365. 2012-ci ildə 365 gün yaşayacağıq. 30 gün. Neçə gün olacaq? 360. 2012-ci ildə neçə gün var? 2012 bir gün olar da. 365. 2012-ci ildə 361 gün. 361 gündür. Высокосный год yoksa этот, наверное, 360. Наверное, 365 или 365, наверное. 10 gün. Nə? Deyəsən 366 olandı. Fişəng partlayanda hansı səsi çıxarır? Part. Ya da ki bum. İkisinden biri. Part eləyirdi. Part eləyirdi. Part. Fişəng partlayanda hansı səsi çıxarır? Bomba səsi. Bum səslər çıxardır da nə bilim. Biu. Səs çıxardı deyəndə ki, nə bilim, hər cür səs çıxardı. Çünki bir fişəng buraxılmır, cürbəcür buraxılır ona görə. Fişəng partlayanda hansı səsi çıxarır? Çox pis səs çıxardır. Əslində zəhləm gedir. Part olur da. O kadar sesler çıkardır ki. Bu doğru cavab. Olivia salatı var. Onu kim icad edib? Oruçdan salatıdır. Bizim salat. Onu bilmirəm. Çünki mən özüm onu heç vaxt yemirəm. Ümumiyyətlə mən salat yemirəm. Paytaxtda yaşayanlar var. Mənim nənəm. Rusiyanın mətbəxi. Zeytin en çok Akdeniz ülkesinde oluyorsa İspanyollar. Sən kim, mən kim adamlar? Einstein. Ruslar ha. O yox, bilmərəm. Təxmini. Təxmini Azərbaycanda olub olmağına, amma belə bilmərəm kimdir. Salat Olivier во Франции, да, не знаю точно. İngiliscə yeni il mübarək ifadəsi necə səslənir? Bilmirəm, mən Azərbaycanlıyam. İngilislərdən bilirəm. Happy. Happy birthday. Happy birthday. Happy New Year belansı yazısın belə. Onu bilirəm ki, welcome ediyor, yəni xoş gəlmisiniz. Ancaq ki, təəssüflər yadımdan çıxıb. Happy New Year. İngiliscə yeni il mübarək ifadəsi necə səslənir? Happy birthday to you. İngilizcə yeni il. Вопрос очень красивый, очень интересный, очень обаятельный, очень сексуальный. Но yeni il это получается с Новым годом. Happy New, Happy Year, no, как там?
Happy New Year. Happy New Year. Tak, bu cümle. Okul oradan buradan dedik de. İngiliscə yeni iliniz mübarək ifadəsi necə səslənir? Happy New Year. Maya təqviminə görə dünyanın sonu nə vaxt olacaq? O olmayacaq. O olmayacaq. Azərbaycan varsa dünyalar olmayacaq. Bilmirəm. Təqribi Təqribi də bilmirəm. tarix. 2012-də. İnanmıram elə şeylərə. Onun üçün də maraqlanmamışam heç vaxt. O dəqiq məlumat yoxdur. Təxmini. Yəni məlumat yoxdur. Təxmini bir tarix. Təxmini özümdən belə deyək ki, məncə belə yaxın 50 ildir. Dünyanın sonunu Allah bilir. Maya təqviminə görə dünyanın sonu nə vaxtdır? 2012. Ama olmayacak. Yok, tarihi bilmiyorum. Dünyanın sonu yoxdur. Elə dünya elə bu dünyadır. Demədiklərinə görə 2012-ci ildə yəqin ki olmaz. Dəqiq tarix 2012. 2012, bəlkə ayın tarixində bilirsən. Yox. Təxmini deyirəm ki 2012-də ola bilər. Dekabrın 21-i 2012. Allah eləməsin. Yeni ilin ilk çərşənbəsi hansı günə düşür? Bunu gərək fikirləşərdi. Məncə bazar günüdür. Bazar günü. Bazar gününə düşür. 31'i gece saat 12, 1'e geçen gece. Yanvarın birine. Yok. Yox. Martın bilməm nə səsinə düşür. 6-cı günü. Yeni ilin ilk çərşənbəsi hansı günə düşür? İlk çərşənbəsi. Onu tam bilmirəm amma telefona baxsam bilərəm. Bax. Bir dəqiqə. Nə telefon işlətsən? Y6. Nokia. Nokia. Təxminən düşür hardasa ilk 6-cı günə. 31-i. Tamam elə. 3-cü gündür də onlar. Milli adət-ənənələrimizə görə 31 dekabr gecə saat 12-də nə etmək lazımdır? Heç nə, oturub yemək. Həmrəylik gündə bir-birini təbrik edirlər. Sonra nə edirlər? Şampan içirlər. Sonra nə edirlər? Sonra da əlbət yatırlar da. Müsəlmanlar Allaha dua edir. Əhl-i keyflər də şampan vurur. Milli adət-ənənələrə görə 31 dekabr gecə saat 12-ni necə qeyd edirlər? Şampanskini. Necə? Ailədə. Ailəvi də. Heç Ailəvi, aha. Evdə, ailədə, yaxınlarıyla. Yaxınlarıyla. Ateş və şanlıq hələ də olmalıdır. Bir də prezident danışır. Bizdə heç nə 12 tamam oldu. Şampan partladılar. Fişənglər olur. Özgə dili bir adət-ənənə. Kimin ürəyində arzusu var, arzu tutur il dəyişdiyinə görə. Elə böyük bir adət-ənənə yoxdur. Bu bizim milli bayram deyil. Novruz bayramı olsa hə. Ancaq Novqod bizim milli bayram deyil. Şaxta baba üstə gəlir, qar qız bərabərdir. I love you. Məhəbbət, sevgi. Şaxta baba üstə gəlir, qar qız bərabərdir. Məhəbbət. O, şahtır, hədiyyə. O nəvəsidir. Hadi bərabərdir. Ha, necə? Ha, bərabərdir yolka.